Blok imtahanında vurğulara ayırma sualında çətinlik çəkirsinizsə, paylaşdığım bu üsul işinizə yarayacaq. Burada da A və B-yə ədədlər verərək hesablaya bilərik. Amma diqqət eləməli olduğumuz məqam odur ki, A və B-yə elə ədəd verməliyik ki, variantları hesablayanda 0, 1 və mənfi ədəd alınmasın. Yəni bunlardan üçün heç biri alınmasın. Mən burada indi A üçün 4, B-yə də 1 versəm, baxıram variantların heç birində mənfi 0 və 1 alınmır. Ona görə yaza bilərəm. İndi A gördüyüm yerə 4 yazacağam. İfadəmizdə 4 vurulsun A-nın kvadratı, yəni 4-ün kvadratı çıxılsın 12 vuraq 4 vurulsun B gördüyüm yerə 1 yazıram. Üzərinə gəlsin 9 vurulsun 1-in kvadratı üzərinə gəlsin. 2 vurulsun 4-ün kvadratı vurulsun 1 çıxılsın 3 vuraq 4 vurulsun 1. Hesablayırıq 64 çıxılsın 48 üzərinə gəlsin 9 üzərinə gəlsin 32 çıxılsın 12. Bərabərdir 45 edər. İndi variantlara baxırıq. Variantlardan hansı 45-in bölənidirsə, yəni A və B-ni yerinə qoyanda 45-in böləni alınırsa, həmin variant düzgün cavabdır. Birinci A-ya 4 verirəm. 3 vurulsun 4 A variantı üçün. Çıxılsın 2 bərabərdir 10 eləyər. Bu 45-in böləni deyil, deməli düzgün cavab bu deyil. Sonra 2 vurulsun 4 üzərinə gəlsin 3 vurulsun 1 bərabərdir 8 üzərinə gəlsin 11. Bu da 45-in böləni deyil. Burada da 4 çıxılsın, 2 vuraq 1, 2 alınır. Bu da 45-in böləni deyil. Eyni qayda ilə C-ni də yoxlayırıq. 3 vurulsun 4, 12. Üzərinə gəlsin 2, 14 alınır. Bu da 45-in böləni deyil. Qaldı Y variantı. 2 vurulsun 4, çıxılsın. 3 vuraq 1, üzərinə gəlsin 4 vuraq 1. Bərabərdir 8, çıxılsın 3, üzərinə gəlsin 4. Bərabərdir 9 alınır. 45 9-a bölünür. Onda düzgün cavab Y variantıdır. Çünki 9 45-in bölənidir.